Hamıya salam, hər birinizi kanalımda və videomda xoş gördüm. Mən Fidam. Bugün kanalımın 3-cü videosunu çəkirəm və mən bu videonu BDM-dən başladıram. Bizim beynəlxalq dil mərkəzimizdən. Deməli, sevincdən bir saat öncədən çıxdıq ki, gəlib burada listinglərimizi edək. Çünki bizim hal-hazırda internet problemimiz var. İnternetimiz qısa bir vaxt ərzində veriləcək. Hələ tam olaraq internetlə təmin olunmamışıq. Və ev tapşırığını evdə edə bilmədiyimiz üçün dedik ki, gələk burada edək və biz burada daxil olan kimi buranın internetdə kəsildi. İndi isə bir saat burada boşluq və mən istədim ki, bunu dəyərləndirim, video çəkim. Ümumən isə otağımızın görünüşünü göstərəcəm, otağımızın mənzərəsini göstərəcəm və istifadə etdiyimiz dərs vəsaitlərini göstərəcəm. Sevinç xanım dərs oxuyur. Sizə ingiliscə istifadə etdiyimiz kitabları göstərirəm. Bu bizim praktik ingiliscə istifadə etdiklərimizdir. Və qeyd etmək istəyirəm ki, hər kitabın yanında ayrıca iş dəftəri də olur. Bu bizim praktik ingiliscə istifadə etdiyimiz və həmçinin onun iş dəftəridir. Bu isə bizim intensiv ingiliscə istifadə etdiyimizdir. Ən çox qrammatikalar burada yer alır. Bu iş dəftəridir. Bu isə onun kitabıdır. Ümumən bizdə dərslər hər gün demək olar ingilis dili dərs keçilir və hər ingilis dili dərsi 1 saat 20 dəqiqə təşkil edir. Eyni şəkildə universitet dərslərimiz də 1 saat 20 dəqiqə təşkil edir. Bizim arxa tərəfimizin mənzərəsi. Növbəti gündən hamıya salam. Bugün də video çəkmək qərarına gəldim. Çünki dünən BDM-də idik və videoları montaj edəndən sonra cəmi 3 dəqiqəlik videolarımdı. Dedim ki, bugün də niyə çəkməyim. Yağış yağır. Yəni çox güclü yağış yağır, ona görə çətir açmışıq. Bildim ki. Nə deyirdin? Dedə qulaq asın izləyicilərim. Buranı kes. Sən geçirsən, haycan. Ayaw. Ne diyeceksin sen? Şey yok değil hava, gel içeri.
cinsində haralıdır? Where is she? Necə deyərsən, Günay? Onlar haralıdırlar? Bilirəm, hamı buradan baxa bilər. BDM-dən çıxmışıq, universitetə doğru addımlayırıq. Hava dəhşət soyuqdur. Gələndən qala qəsr deyir ancaq. Bir de oraya getiriyor da ben yazıyorum. Şəmşirdə qala deyilsən 2 dənə olmalıdır. Bilmiyorum. Biri değil ben başında var ya. Bakın. Həmişə olduğu kimi universitetimizi təqdim edeyim. Uşaqlar, üçü də telefonla danışır. Boşluqdur, mən də ki istəyirəm universitetin həyatını gəzimi göstərim sizə. Bu arada həyat genişdir və gözəl mənzərəsi var. Gösterdim. Birazdan ise bizim İKT dersimiz başlayacak 15:10'da. Çekebilsem oradan da görüntüler sizinle paylaşacağım. Bu arada hava soyuqdur. Get-gedə havalar soyunmağa başlayır. Bildiğiniz tam payız havası var. Donuram. Su yoxdur. Danışa bilmirəm, su yoxdur. Çatırıq evimizə. Hadi götürün. Artıq gəlib çatmışıq. Canım evim. Bizim bıkmışlıq, yorulmuşluq. Hər şeyimiz də çöldə qalıb bu arada.